Herkese selam. Hello! Hi! Yeni videoma hoş geldiniz. Videonu binamızın girişinde açıram. Çünkü indi hafta sonunda bazar günüdür. Markete gedirəm. Gedib bir iki şey alıp gelip evde yemek pişireceğim. Uzun bir aradan sonra. Hardasa bir ay yaxındır ki evde bir şeyler pişirmeye vaxtım olmur. Tezis yazmaqla və ümumiyyətlə işlə başım salmaqda da çox qarışır. Bundan bağlı videonun sonraki hissələrində zaten görəcəksiniz çoxlu tezis yazmaqla bağlı hisslərimi. Bugün də artıq tezisimin final presentation'ını, yəni finaldan öncəki presentation'ını tamamlamam lazımdır. Ona görə də bugün istəyirəm özümə görə güc olsun. Nə vaxtdan da istədiyim kələmdə olmaz. Kələmdə olması mən sevirəm. Arkadaşlar mən gedə bəyliyəm, yəni sevməliyəm bunu. Onu hazırlayacağım ki evde yemeğimi hazır dursun. Çünkü ben ders yazanda illa ki yarım saat, bir saatten sonra mütləq acıram. Bu hazırlıq vaxtlarından belədir. Ders hazırladığım zaman beynim çox işləyir, nədənsə bilmirəm. Reseptorlarım yemək tələb edir. Bu arada biraz kiçik kısa keçən həftənin biraz özətini vermiş olsam, üstünüzə sağlıq, bayağı xəstələndim. 3 gün falan. Həmin ərəfədə 4 günlük dalbadal işimin olduğu bir gün idi və ikinci günün axşamı deyəsən xəstələndim və 2 gün işə xəstə getməli oldum. Ay bayağı bir yəni burun tıkanıqlığı, sonra boğaz ağrısı və s. hamısı bir-birinə qarışmışdı. Bilmirəm nədəndir. Dedilər virus falan var, amma özümü də günahlandıra bilərəm çünki marojna yeyirəm hər gün və soğuk kola falan içmişdim. Havalar biraz gün çıxan kimi, havalar güzəlləşən kimi sevinç elə bilir ki yay gəldi, amma hələ də öyle şey bilmirəm ki mən Qdanskdayam. Burada yay gəldi teması, yəni həqiqətən də iyulda gəlir. Onda belə, yəni keçən ildən yadınızdadırsa mən sweatshirt'ü tam çıxartmırdım. Çünkü hava burada illaki biraz sərin olur. Çox yaxşı əslində, amma yenə İstədim videonu burada başlayayım. Sonraki dəqiqələrdə zaten aşağıda da hansı video, hansı dəqiqədə nələr olur onları görə bilərsiniz. Və qabağa çevirmək istəsəz ki, çevirməyin məncə. Amma universitet falan vaxtlarından vloglar var. Son 2 videom biraz challenge tərzində idi. Bu video yenə vlog tərzində olacaq. Çünki challenge çəkməyə bu ay heç vaxtım yoxdur. Bu tezisi bitirməliyəm və artıq tezis müdafiə günümdə bəlli olub. Ona görə ekstra bir həyəcanım var. Neyse, bunu bitirək, sonra challenge'ları bol-bol çəkərik. Belə indi keçəcək bu tərəfdən sizə göstərəcəm. Baxın, kiraz ağacımız biri buradadır, putunu açıb. Orada da mənim marketimdir. Yəni evimə bu qədər yaxındır. Bu arada bugün kameramın o iki tərəfi göstərmə özəlliyindən də istifadə eləmək istəyirəm. Arada sizə belə ətrafı da göstərəcəm. Ətraf sakitçilikdir, bazar günü daxı. Amma biraz adam var çünkü bugün Tandılovadır. Yəni bir aydan və 2 aydan bir ayın son bazar gününü burada açıq elan edirlər və hər yer işləyir. Həm mağazalar işləyir, həm marketlər işləyir. Yanımda adam var, amma video çəkməyə vaxtım. Marketdə işləyir, ona görə Biedronkamız uzun müddətdən sonra bazar günü açıqdır. Wow. Ona görə deyirəm, heç ara gedib çox bir şey almadım ki, bazar günü gedib alaram sabah yəni. Bura bizdə velosiped yoludur. Bu yol çox xoşdur və dənizə gedən yoldur. Bura Birjejna sahilinə gedir. Və mən sahildə 8 dəqiqəlik məsafədə qalıram velosipedlə. Burada da bu arada şey göstərəcəm belə. Burada cycle hissəsi var, görürsünüz. Mən elə butulkalarımı yığıram. Yəni ki, butulkadan kastım bu içmirik, sok və s. Onların hamısında 50 qəpik əlavə pul ödəyirik. Ona görə o pulu geri ala bilərik. Ona görə mən bütün butulkaları yığıram evdə, belə paket, belə çantamda. Daha sonra gətirirəm bura, hardasa bir, nə bilim, 10-20 manat bizə geri qayıdır. Bizə lazım olan malzemələr. Bir sürü meyvədir. Qarpız. Ağ qarpız. Evdə dəngəşə qarpız aldım, o gün süper idi. Aşağı bilməyəcəyim şeylərindən biri göyərtilərin bu qədər daha olmalıdır, ucuz deyirəm. Buna baxın, 3 manatdır məsələn, nədir 2 dənəsi ni qoyublar. Bu Çin kələmidir. Kimiçi falan hazırlayırlar. Vermə olur. Bir şey ala. Bu Çin kələmidir. Mənə lazım olan bunlardandır. Bunu da olacaqsını istəyirəm.
Bir de buradaki badımcanlar çok böyük olurlar və balaca satırlar. Bir də baha olur. 8 manat bir dənəsi. Baxın nə böyükdür. Başım boyda. Birisi Koreya mantarıdır. Çox əla deyil. Koreya yeməkləri eləyə bilərəm pulumu. Sıradakı ət almalıyıq. Mal əti evdə var idi amma birazdır. Ona görə burada mal ətimiz belə satılır və 6 manat sizin puluna. Burada belə tikələr falan da var amma heç aldığım şeylərdən deyil. Həmişə bunlardan mal əti alıram ya da ki toyuq ətləri alıram mən. Bu qədər. Qalan şeylər zaten eynidir deyə bir də market turu çəkməyəcəm. Nəysə, görüşək sonra. Pakowania jest artykuł, który nie powinien się tam znaleźć. Usuń go przed kontynuacją operacji. Artykuł, który nie powinien się tam znaleźć. Deməli, mağazadan gəldim. Yenə tezimi yazmağa koyuldum. Çünki hava işıqlı belə şey olanda, gündüz vaxtı olanda, mən dərs oxuyanda daha fokus oluram bir şeyə. İndi kodumu çalışdırdım. Belə bir problemim var ki, tezisdə. Deməli, mən kodlar üzərində çalışıram. Sizə də belə kiçik izah eləyim istəyirəm bu prosesi. Həm də özümün zaten bu günlüyüm kimi bir şeydir deyə YouTube məndə xatirə olaraq qalsın, yadımdan çıxmasın illər sonra. İlla ki çıxacaq. Bir həftə yazmayıb bu şeylə də yadımdan çıxır. Deməli, məndə tema əvvəl tam başqa idi. İndi get-gedə proses dəyişir. Yəni koding prosesindəki proses təmiz dəyişir. Əvvəl başladı mən heç bilmirdim mən bu qədər koddaşdırma yazmalıyam. Yəni bu qədər plotlar almalıyam. Plotdakı həmin koddaşdırmanın verdiyi nəticəni cədvəl belə vizualizasiya olaraq verir və biz onu görürük ki, hə nəymiş də. Yəni belə ancaq kodlara baxmaqdan sıxılırıqsa plot edirik tez-tez. Prezentasiyalar üçün də bu yəni yaxşı olur. Müəllimə də göstərməliyik nədir. Nəysə, əvvəl təsəvvür edin mən bizdə R-square var, yəni R kvadratı. Bu R-square-in train mərhələsi var, test mərhələsi var və onların hər dəfə elə məni bu işdən mazgə eləyən bunların fərqli nəticə almağıdır və pis nəticə almağıdır. Mənim datasetim var, müəllim göndərir mənə dataseti, yəni Excel formatında 402 dənə qızıl elementinin fərqli nə bilim insanda, Rabbitdə, bir yandan da koda baxıram, kod burada running eləyir, yəni işləyir, hələ tam cavab almayıbdır. Səhv verdi, o error verdi. O erroru yazım çəkib baxsın. This is the worst. Sizə danışacağım sonra. Mövzuda keçmərəm inşallah. Hə, o R kvadratının nəticəsini biz əvvəlki versiyalarda mən hətta mənfi almışdım. Çox nəticəni belə zəif almışdım. Dataseti incələməmişdim. Ancaq ChatGPT-ilə işləyirəm. Yəni onu göndərirəm, o yazır, verir və s. yoxlayır, analiz edir. Amma düzgün də prompt vermək lazımdır ciddən. Yəni həqiqətən düzgün prompt verməyəndə, sən ona nəzarət eləməyəndə ChatGPT-yə o çox fərqli şeylər verir və eləcə asanlaşdırmağın dərdindəndir. Həvsi qutardıq, yazdıq, alındı. Sən supersən, beləsən, əlasan, super nəticə oldu və s. kimi verir, qutarır. Yo, hara qutarır? Hara superəm? Getdim və bununla biabır oldum axı, yəni prezentasiyanı verdim. Müəllim dedi ki, buna mənfi nəticə almısan, bu heç yaxşı deyil falan filan. Dedim, bəs ChatGPT məni tərifləmişdi ki, qəşəng nəticə almısan. Nəysə, ondan bəri də işləyirəm. Dedim, vaxtım olduqca da şey edirəm. İndi ChatGPT Plus elədim. Çox yaxşı bir şeydir arkadaşlar. Dərs, nəsə belə davamlı bir proyektiniz varsa, bir şeyiniz varsa ChatGPT Plus edin. Sonsuz dərəcədə, limitsiz dərəcədə fayl yükləyə bilirəm, şəkil yükləyə bilirəm. Saatlarla danışıram, yəni bitmir də, çünki Plus olduğu üçün. Nəysə, bu Plus-ı da bu arada Netflix, Spotify kimdənsə alıramsa, onu da bir aylıq belə ChatGPT kanal verirlər, ondan alıram. 12 manat təxmini. Aylıq 12 manat ödəyirəm. Deməli, bu nəticəni əvvəl səhv aldıq, mənfi falan aldıq, sonra 0.47 aldıq. Sonra mənim supervizorum bax dedi ki, 47 belə də, nəticə belədir də. Yəni bu dedi olsa yaxşıdır ki, məsələn 0.67, 70. Mən öz master tezimdə məsələn bu nəticəni almışdım 0.79, harsa 80-ə yaxın. Dedim, onda 47 nədir ki, heç nəymiş. Yazıram davam edir. Sonra bir ara ChatGPT başqa bir şey verdi, grid resource eləməyə. O bayağı qəşəng bir nəticə verdi. Brain yenə qalxmadı. Bezdimi, mən əsəbləşirəm necə. Nəysə, bir ara qaldırdıq nəticəni. O qalxdı 0.68 oldu qəşəng. Sonra 0.80-ə qalxdı. Bunu atdım, supervisor dedi ki, overfitting var. Yəni datada bu yaxşı belə çox görünməyinə baxma. Datanda bu dəqiqə çox belə
overfitting, noisy, bunları Azərbaycanca necə tərcümə edeyim? Yəni, overfitting məsələn, həddindən artıq datanın yalançı məlumatlarla dolmağı da kimi bir şeydir də. Overfitting kimi abartı nəticə verir. Dedik ki, bu yaxşı deyil. Datanın bu dəqiqə overfittingdir falan. Yəni, biraz şeydə abartı nəticədir. Okey, gəldim, yəni onu işləyirəm dəqiqədə. O gün getdim yanında, 1 saat məsələn. Yazıram kodu gün, hə budur falan. Ya yenə overfitting var, belədir, elədir. Gəl bunu, amma sağ olsun. Deyir də nə elə. Bunu belə elə, bunu belə elə, bunu belə elə. Çox tez-tez ingiliscə danışdığına görə bəzilərini tuta bildiyim qədər notlarımı aldım, gəldim, yenə oturdum. Gözlənilən nəticə kimi bir şeydir. Real nəticəni 0.47 aldım yenə. Nəysə, indi oturub yazıram ki, mən 3-cü gün, yəni 3 gün sonra, bugün bazar günüdür. Artıq bunun slaydını verməliyəm, result üzrə. Əslində məndə mayın axırı idi, prosta müəllim qabağa çəkdi ki, sən ki hazıra yaxındır, gəl sən ver. Başım baxmasın. Nəysə, indi də verim qutarsın, əsas bunu da fikirləşirəm. Əsas məqsədim odur ki, birinci rezultı tam qutarım, yəni mənim əlimdən nəticə olaraq bir şey olsun ki, dövr mənim nəticəm. Çünki ChatGPT deyir ki, dövr vəsiyo, getmir bundan o tərəfə, sevinç deyir. Bunu deyir, overfittingi çox azaltdıq, yəni qutardı overfitting, ona görə 0.47-dir nəticə. Bundan o tərəfə də nəsə eləsən, datanı öldürəcəksən və s. və s. Biraz çox texniki danışdım bu 6 dəqiqəni, bilməm, yəqin kəsərəm, kəsmərəm bu hissələri, amma yəni demək istədiyim şey budur hələ ki, proses budur. Yazıya da bir dənə tez AI deyə bir şey tapmışam. O gün 50 manat falan ödədim ona. İşim üzrə belə full tekst verdi mənə, amma çox uzun bir tekst idi. Onu bir-bir oturub cümlə-cümlə oxuyub qısaltmalıyam, öz sözlərimi əlavə eləməliyəm. Bir də ki, bu qrafiklərimi işimə əlavə eləməliyəm. Yəni belə, mənim tezim belədir arkadaşlar. Bu video full tezlə bağlı olduğu üçün istədim bunu da danışım. Məsələn, indi mənə deyir ki, datasetin sən bunu dəyişə bilmərik də, bunu belə elə. Amma bunu qurdun və nəticəndə budur. Çünki çox yüksək almanda 21.5 verəndə yüksək error verir. Çox gəldim, o yüzden azaltmaq olmur datasetdən, gəl onu azaldır. Mən də tərifləyir, sağ olsun, motivasiya verir. Bu artıq ən doğru istiqamətə düşünməkdir. Belə şeydə 2-yə bölmüşəm. Burada planşeti işləmək daha rahat gəlir. Deməli, bu error verən hissəsidir, buna baxmırsınız. Belə nəticələrimdən qrafiklərimi almışam. Bu plotlar dediyim kimi. Bunları da göstərəcəm slaytda. Bu PCA-dir. Mən bu üzrə işləyirəm deyə müəllim əsas məndən bunların qrafiklərini istəyir. Kodu. Bu HCA-dir. Bunlar informasiya şeylərlə bağlısınızsa biləcəksiniz HCA, PCA ilə. Setup quruldu. Kələmlər hazır. İndi kinomu da açacağım. Ətim də belə. Evet, görev başarılı. Gedək bunu pişməyə qoyaq. Biraz kələm çox. Yine güzel bir sabah. Çok erken bir sabah. Ve ben taksi çağırdım, derse getirəm. Bugünləri taksi çağırmasam elə bil ki olmur. Neyniyim? 30 dəqiqəlik yoldan ancaq taksilə tez çata bilirəm dərsə. Və saat şu an 8:03'dür. Pis görünür, qoyacağım yolda. Şişməsin deyə hörmüşdüm. Viktor'un prezentasiyası var result üzrə. Yəni tezisimizin şu axırıncı mərhələsi üzrə. Gəlib də məndə və kodumun biri hələ də işləmir. Birazdan yəni onu işlətməliyəm. Çox vaxt alacaq amma və düzgün nəticə verməyə bilər. Supervisor da dedi bunu. Supervisor'ımla bir dənə discussing elədik, belə discussing. Amma həqiqətən də gözəl müzakirə oldu. Because ay adam mənə baxırdı. Neyse, biabır oldum video çəkdiyim üçün. Müzakirəmiz tezislə bağlıydı, datasetimlə bağlıydı. Yəni həmişə mail versiyasında danışmışıq. İstərsəmsə ən normal və ən seyfi budur. Əslində bilmirəm. Canlı olub çox belə danışanda bəzən ingilis dilini unuduram, özümü tam ifadə edə bilmirəm. Amma hər şeyi yazılı olaraq yazıb tərcümə edib göndərəndim. Əmin olaram ki, tam hər şeyi düz yazdım və elmi akademik dildə yazdım. Neyse, indi ondan biraz müzakirələr apardıq. Notlar verdi bayağı, sağ olsun. Çox yaxşı belə izah eləmə qabiliyyəti var. Cidden çox savadlı birinə oxşur. Yəni halaldır bu qədər gənc olan birinə görə. PhD tələbəsi də yəni şey deyil. Anyways, indi gedirəm o notlar üzrə işləyim, hazırlayım. Bugün yenə result versiyanı hazırlayıb mailini göndərməliyəm. Bir də sabah bürsün və 3 gün işdə olacağım üçün ən belə şey vaxtım bazar günü olacaq. Onu tam prezentasiyanı hazırlayıb göndərməliyəm ki, təsdiqlənsin və 3-cü gün mən artıq prezentasiyamı, son prezentasiyanı təqdim eləməliyəm. Belə
biraz çox iş var. Amma biraz rahatlaşdıqca yəni qaydasına düşdükcə rahat deyirəm. David, is that you? Long time no see. How are you? Qrup yoldaşımı gördüm. Bunlar biz elə bir iki parta bölünürük. Artıq tez işlərimizə görə biz onları görmürük. Onlar digər partdadılar çünki başqa kafedranı seçiblər. Biz başqa kafedradayıq. Ona görə də vaxtını görmürdüm və ilk kursda mənim ən yaxşı anlaşdığım qrup yoldaşım idi. O da Misirdəndir, amma ingilis dilisi falan çox yaxşı olduğu üçün həmişə danışmışıq da. Digər Misirli heç ingilis dili bilmir. Salaq zarafatlar eləməyə çalışır. Haqqında pis danışmaq kimi çıxmasın, amma gəl də. Neysə. Və oturub kartını alıbdı. Deyir, hətta Misirə getdim, gəldim falan. Ailəmi gördüm, gəldim. What? Am I the only one who didn't get kartapabutu? Desin, həqiqətən tək mənəm ki, kartapabutunu almamışam. Çünki üstə düşüb yoxlamıram. Peşmanam mı? Deyiləm. Sənədləri təzədən istəsələr aparmaq xodum yoxdur. Təzədən o qədər xərc çəkib bank sənədi falan almaq istəmirəm. Nəysə, indi gedirəm Welcome Center-ə. Dedi ki, ora get, orada bir qadın var. Ondan sonra o sırf bu işlərə baxır. Gedim biraz universitetim mən support eləsin. İndi hava bu dəqiqə əladır. Ciddən. Bizim özü belə bu tərəfdə universitetin adından yazılan bir yer var, həyət. Və hamı orada oturur, eləyir. Çiçəklər hələ təzə açmağa başlayıb. İndi bura full yaşıllaşandan sonra vapşə keçiyor olacaq. Və yay gəlir artıq. Gdanskın yayda tadını çıxarda bilərik. Çünki bütün turistlər bura axşam gələcək. İşte bu elə bir ölkədir həqiqətən də. Yenidən gəldim Karolun yanına və bir nəticəni qaldırmışdım ki, o bir nəticə hələ başardı. Neyse dəqiqə. Bu da benim ikinci kofem. Bayaq duş içmişdim, böyük boy, indi balaca boyunu aldım. Desə gedirəm indi hay dediyim müəllimin dərsinə. Hələ 15 dəqiqəmiz var. Ya yolda iş yoldaşlarımı görüp Polakça danışıram. Ay Allah'ım, bu necə bir glow up'dır, şükürlər olsun. Neyse. Saçım başım şişdi, əla vəziyyətdəyik. Tramvayı çox gözlədim, gördüm gəlmir. Neynirəm? Velosiped götürürəm təbii ki. En sevdiğim taraflarından biri burada sırf velosipedler için ayrı bir yollar var. Her yerde var yani. Gdansk'a xaslı, digər şəhərlərdə olmayabilir. Ama hava əla. Velosiped yolu var. Maşınlar icazə verir geçməyimizə. Çiçəklər açılır. Gezək biraz. Beyfimizin vaxtını keçirir. Evə gedib yatmaq da var ama istəmirəm. Velosiped turumuzun 5-ci dəqiqəsindəyik. Hələ 24 dəqiqə var. 30 dəqiqə bir velosiped sürməyə özümə şey qoymuşam, hədəf qoymuşam inşallah. Buradan Old Town'a gideceğim. 30 dəqiqəlik yol var velosipedlə. Tramvayla daha uzun oldu. Neyse, havalar gözəlləşəndə cidden velosiped sürmək mənə həyatda yaşamaq hissi verir. Artıq iş yerimin yanına da çatdım. Yəni yollu yayırlardı. Az qaldı. Hətta 20 dəqiqədən daha velosiped qalır. Kulağımda da Azərbaycan mahnıları var. Kiçik bir velosiped dəyişikliyi elədim. Stansiyada saxlayıb dəyişə bilirik. Çünki az öncəkinin 25% zərətqası vardı və mənim 20 dəqiqəlik yolum olduğu üçün dəyişdim, 55% yollarına keçdim. Və burada sakuralar açan bir ağac gördüm. Yəni onu da çəkim dedim sizə. Yəni sakuralar ancaq Japoniyada olmuyormuş, hər ölkədə də var.
So, velosipedi park elədim artıq. Ondan qurtulmaq zamanı gəldi çünki Old Town-u bu hissələri biraz yer həm belə daşlıqlıdır, həm də gəzə-gəzə biraz yürüyüş eləyək. Eynəyimi niyə çıxartmıram, bilmirəm. Eynək tapmağa öyrəşdim bugün universitet günümdür deyə. Bu arada bu yanımda göstərdiyim bu bina. Hələ ki bura getməmişəm, inanırsınız, Kildi Polşada qalıram hələ, yəni qıdasında qalıram. Hələ buranın ən məşhur olan muzeyinə girməmişəm. İkinci Dünya müharibəsindən qalan bütün qalıqlar, tapıntılar və onunla bağlı bütün hər şey bu muzeydədir. Elə Second World War Museum kimi gedir adı. Gdanska gələn hər kəs girib gəzir ora. Biraz bahalıdır girişi, 50 zlot falandır. Amma tələbələr üçün bir 5-10 zlot endirimləri var. Neyse, ondan da yaralanıb bir gün gedib sırf ora ilə bağlı bir tur olaraq video çəkmək planım var. İnşallah görək. Nə vaxt eləsək. Yəqin ki, tez işimi verəndən sonra artıq rahat gəzərik biraz Gdanska. Yəni tam belə turistik biraz vaxtlar keçirdərik. Əyləncəli video çəkmək istirdim. Çünki son kanalımda gördüyünüz 2 video tərzi biraz fərqlidir. Yəni challenge qoyub özümə o challenge'lar üzrə video çəkməyi xoşladım və onu eləmək istəyirəm. Amma ki, bu bilirsiniz də, yazı işləri və s. Ona görə hələ ki ancaq elə boş günlərimdə ya üniversitə gedirəm, yazı yazıram, ya da ki belə biraz özümü dışarı atıb D vitamini almağa çalışıram. Amma gələn həftələr üçün inşallah boş vaxtım olanda keçə video fikirlərim var. Bu video sadəcə bir vlog tərzində olacaq. Araya bir vloglar atacağım çünki istəmirəm hər həftə bir video atım, boş qalmasın ara. Yəni o challenge kimi şeylərə də pul çox gedir bu arada. Ən azından bir like eləyin, kanalıma abunə olun, görək bu 1000 abunədən sonra bu money işlərini aktivləşdirə bilirikmi? YouTube'da çünki bilirsiniz, ən azından 1000 abunə olmalıdır pul şeyinin açılmaq üçün. Bir də videonun izlənmə saatları 4000 saatı keçməlidir. Məndə hələ o nə var, hələ var. 90.000 izlənməni nəsə belə keçir falan. Belə qəşəng bildirimlər gələndə sevinirəm. Özümü YouTuber kimi hiss edirəm. Düz hələ ona çox var, amma yenə də 805 abunəmlə gözəl davam edirik. Çəkib arama geçmişim də hər şey var, amma necə yaxşı qarpız seçilər axtarmarsan. Dedim ki, maska qoyum üzümə, kinoya baxıram. Belə bir maska almışdım. Keçən dəfə bayağı bir qəşəng çoxlu maskalar almışdım bu arada. Belə şit maskalara pul verməkdən heç çəkinmirəm. Allah daha çox pul yetirsin, daha çox maska alım inşallah. Bu maska nədir? Glow Up Boosting Rainbow Gel Mask. Rainbowluymuş, bilmirəm, rəngliymiş bir şeymiş. İstifadə edəndə sizə dedim göstərim. Arxasında da rənglərdən falan da palyaqca şey niyə yapışdırırsınız? Mən palyaqca bilirəm. Live wraps the skin and locks moisture for a long time. O, içindəki hər rəng üzə bir şey vermiş və nəmləndiricilik də şey yüksəkdir. Bu arada burada vegan olduğu yazır və Product of Korea. Mən Korea maskalarını alıram həmişə. Ha, iki tərəfli də. Ay, gedin rəngarəngdir. İçində başqa bir şey yoxdur. Dünən çox maraqlı bir maska istifadə elədim. İlbiz suyuyla bir şeydi. Ha, həqiqətən də iki tərəfində də şey var. Ay, səhərində nə qəşəkdir. Üz rahat tatdı baya. Hələ təzə qoyamam. Klonlara oxşadım, amma vurdum. Bu hər rəngi üzə fərqli bir dura kimi. Bilmədim amma hansı rəng nədir, çünki o ağ kağızın altında qalmışdı. Neyse. Yarım saat gözləyək. Bunu vlogun son parti olaraq qoyum. Bu vlogda bilmirəm, biraz ortaya qarışıq şeylər atsam da. Əsas məqsədimiz tezisdən danışmaq idi biraz, tezis anılarımı yığmaq. Hazırda tezisimin tezis üzrə olan dərsin 3-cü slaydını, results, yəni nəticələr üzrə olan slaydını da verdim. Rahatladım mı? Rahatladım biraz. İnanırsınız, 3-4 gündür stres çəkirəm buna görə. Gör indi tezis gününə görə nə olacaq da, sevincdə. Bilmirəm, yəni birinci yaddaşım zəifdir arkadaşlar. Bu danılmaz bir reallıqdır. Yəni danışıram. Bəzən nə olur ki, ən belə yaxşı bildiyim cümləni belə unuda bilirəm. Ona görə unutmaq biraz stresi salır məni. Bir də ki, slayd bitəndən sonra verəcəkləri suallar.
stresə salır. Bu gündəki bəxtimdən həmişə başqa adam olurdu. Mənim professorumun özü gəldi. Oturdu dedi, bizzat qulaq asacağam. Nəysə, prezentasiyanı qəşəng verdim, qəşəng danışdım. Heç telefona falan baxmadım. Amma axırda suallar verdi, biraz güclü suallara cavab verə bilmədim düzü. Çünki fokusumuz düzdür, yayılıbdı. O qədər detal qoyacağam deyə, o qədər şey göstərəcəm deyə əsas sualımı, hipotezi unutmuşdum. Əslində bugün məqsədimiz o deyildi. Bugün ancaq nəticələr üzrə danışacağıq. Prosta bizim müəllim biraz detalcıdır. Eləcə təzədən başlayır. 3 ay bundan əvvəlki sual verir. Məsələn, bunu da açım danışım. Hə, bu arada başımıza başqa bir iş çıxartdı. Sağ olsun. Deyir ki, yaxşı nəticə də almaq üçün ya datasetinə başqa şeylər əlavə eləməyə çalış, təzə deskriptorlar əlavə eləməyə çalış. Ya da ki, sualını dəyiş bəlkə də research sualını. Çünki o sualla bu biraz əlaqəsiz olur falan filan. Burada dondum. Nəysə, bugün istirahət günümdür. Uzun bir aradan sonra, son həftə dəhşət idi. Yəni, həmişə tərslik olur da belə. Yəni, mənim slaydım olan vaxtları əvvəlindən 3-4 gün davada mənə iş yazırlar. Biraz ətrafı da göstərmək istəyirəm ki, sizlərə də maraqlıdırsa baxın. Çünki Polşaya bu il yeni illə gələ biləcək. Ay, yeni ildə Polşaya gələcək olanlar çoxdur. Yazırlar, komment görürəm, oxuyuram. Onlara biraz göstərməsin. İndi baxın, bu mənim ən sevdiyim bölgədir Bariya. Buranın mən ilk gələndə şey yaşamışdım. Mesela axşam vaxtı baxanda Moskvaya bənzəyir. Belə uzun binalar falan. Videoda uzun çıxmadı, balaca göründü. Amma yaxşıdır. Üniversitet vaxtı imtahandan çıxandan sonra qeyd eləmək üçün uşaqlarla gedib McDonald's-a falan. İndi də öz kiçik stresimin bitdiyini hələ görün testi verməmişəm. Testi verəndən sonra yiyib olacaq. Neyse, gəldim McDonald's-a. Biraz yeməyim düzü səhər 10-15'dir. Amma yenə də. Evimizin qabağında şapka açılıb. Yey! Bu bağlıydı nə vaxtdan, ancaq Biedronkadan istifadə edə bilirdim. Biedronkadakı 6 bazar bağlı olur, bazar günləri bağlı olur. Bir də axşam tez bağlanır da istərsəniz. Və kofe falan istəyəndə Japkan kofesini xoşduram. Favorim almağa gəldim axşam. Tiramisu. Ne olmuşlar? Yine olmuyor. Abi ilham gelmiyor ya. Bırakın ilhamı ya. Bana takılın. Bugün bayram günüdür və arxamda görmüş olduğumuz Japka sonunda açıldı. Bizim tam evin qabağındadır. Niyə sevinirəm? Çünki həmişə kofe falan almaq istəyəndə ki, məsələn, ice kofemi hazırladım. Uzaqdakı Japkaya getməm lazım oldu. Mən də getmirdim. Çox vaxt işə gedib oradan alırdım falan. Nəysə, rahat oldu. Hər kəs belə yürüyüşə çıxıb çünki hava mükəmməldir. Cidden mükemmel bir hava var buradaydı. Gördüğünüz gibi ancak ev paltarının dəstində çıxmışam. Kafamı aldım, bir de pomidor ve yumurta aldım, gedirəm pomidor yumurta edeyim. Böyle ağaçların sakitliği, quşların səsi, herkesin velosipedlə gəzməyi. Yani buradaki bu çiçek açan ağacımızın şu an bu tarafta. Ha, çiçek dökür. Çok güzel görünür. Burada kafamda da bakın. Cappuccino'dur. O. Bir de bunun üstüne südü əlavə elədim. Deməli, o gün mağazada olanda mənim həmişə çox aldığım bir qəşəng bir süd var. Bananlı və vanillalı olan bir süddür. Neyse, çok qəşəng bir şeydi. Onunla biz nə yadıma düşdü? Bu Koreyalılar ki, kofe trendi var da, bilirsiniz ya. Yani Amerikanı alırlar, belə buzlu şeyin içine tökürlər, buzlu qabın. Və üzərinə də bananlı süd tökürlər. Dedim, ondan niyə bura beləməyim ki? Ona görə evə gedib biraz üstüne bananlı süddən tökəcəm. Tətil günü çölə çıxmaq kombinim. Saçım başım nə gündədir. Gedib saçımı yuyub bakım eləyəsiyəm. Amma belə çöldə belə çox qəşəng huzurlu bir havanın, sakitçiliyin olmaq mənə ləzzət elədi.
Bəlkə də yemək yeyəndən falan sonra çıxıb biraz gəzərəm. Ya da ki, velosiped sürərəm. Çünki hava ciddən əla idi, yəni soyuq değildi. Həmişə belə isti görünür, amma çıxırıq ki, çox soyuq olur. Yəni, kurtkasız falan belə çıxa bilirəm. Thanks for watching. Please subscribe.